Sizcə müasir texnologiya və müasir sosial şəbəkələr oxucu kütləsinin azalmasına səbəb olur, yoxsa müasir yazıçıların daha zəif əsərlər qələmə almağı? Valla maraqlı sualdır bu suallarda. Həqiqətən çox gözəl suallar verirsiniz. İnsanlar, yəni müasir texnologiyanın inkişafı insanlarda informasiya əldə etmək qabiliyyətini sürətləndirmişdir. Misal üçün 1800-cü illərdə məşhur yazıçıların Tolstoyun, Dostoyevskinin vaxtına gedib çıxanda həmin vaxtda insanların informasiya əldə etməyi demək olar ki, çox az idi. Ona görə insanlar məcbur kitab oxumağa qaçırdılar. Amma bugünkü gün götürək sosial şəbəkələr olsun, internet olsun, yəni çox rahatlıqla insanlar öz başlarını qatmaq üçün müəyyən məşğuliyyətlər tapırlar. Bu özü də bir növ istər-istəməz insanların kitab oxumağa həvəsin azaldır. Ancaq insanlar tutaq ki, daha çox maraq göstərdikləri insanların hansıdır? Əsasən TikTok olsun, nə bilim, hər hansısa bir meyxana sahəsi olsun. Çünki qısa vaxt kəsimində müəyyən bir fikir söyləyirlər. Qısa zamanda nəsə çatdırırlar, nəsə informasiya ötürürlər. Ancaq o fikir nə dərəcədə dərin fikirdir, nə dərəcədə mükəmməl fikirdir, insanın öz həyatına nə dərəcədə təsir göstərir o fikir, demək olar ki, çox zəif, çox aşağı səviyyədə. Amma kitab oxumaq üçün, bəli, istər-istəməz müəyyən zaman lazımdır, rahat olmalısan, oturmalısan, girməlisən o əsərin içində. Bu şey biraz çətindir. İnsanlar da səbri çatmadığı üçün, səbirsiz olduqları üçün istər-istəməz bu kitab oxumağa biraz zəif maraq göstərirlər, zəif maraq göstərirlər. Zəif maraq göstərdikləri üçün də istər-istəməz kitab oxumaq həvəsi biraz azalır. Bu səbəbdən də o oxucu zəif olduğu üçün istər-istəməz yazıçılar arasında rəqabət də zəifləyir. Misal üçün, rəqabət baxıb görsək 1800-cü illərə Rus ədəbiyyatında bəlkə bir 10 dənə, 12 dənə dahi saydığımız yazıçı demək olar ki, eyni dövrdə yaşayıb yaratmışlar. Yəni, bizdə də oxucu kütləsi və oxucuları da və müəyyən insanların müəyyən qısa, məntiqsiz, mahiyyətsiz şeylərə maraq göstərməsi kitab oxumağa oxucu kütləsin alır. Ələ alır və oxucu kütləsi zəifləyir. Oxucu kütləsi də zəiflədiyi üçün yazıçılar arasında olan rəqabət də demək olar ki, olmur. Rəqabət də olmadığı üçün istər-istəməz yazıçı fəaliyyətdə zəifləyir və bunun da zəifləməyə gətirir ümumilikdə cəmiyyətin zəifləməsinə gətirib çıxartmış olur.